Aygün xanım, ilk öncə baxıb sevdiyimiz insanı 3 ildən sonra, nədənsə bir 5 ildən sonra deyim ki, qətiyyən sevmirik. Bu nədən irəli gəlir? İnsan dəyişdi yoxsa biz dəyişdik? Əslində hamı hər zaman dəyişir. Yəni heç kim yerində durmur. Biz yaşayırıqsa, belə düşünün ki, həmişə dəyişirik. Amma sırf münasibətlərdən danışırıqsa, yəqin ki, biz burada əslində konfliktləri nəzərə almalıyıq bu söhbətin içində ki, böyük ehtimal ki, biz o konfliktlər zamanı nə baş verir və biz onu necə idarə ediriksə, bax elə oradan bizim münasibətimiz başlayır yavaş-yavaş dəyişməyə doğru getməyə. Yəni əslində elə insanlar çox düşünür ki, əgər bizim münasibətimiz sağlamdırsa, bilmirəm, o ideal münasibət deyirlər də. Belə bir münasibətimiz varsa, bizim münasibətdə olmamalıdır konflikt. Bizim münasibət yəni həmişə o nə bilim toz pəmbə, bilmirəm, bəlkə seriallardakı kimi həmişə belə getməlidir də bu şəkildə. Və elə bəlkə də bu da bizi çox yanlış bir gözləntiyə aparır. Çünki biz elə bilirik ki, biz yəni bir münasibətdəyiksə orada konflikt olmamalıdır. Əlbəttə ki, mən konflikt deyəndə nəzərdə onu tutmuram ki, məsələn, tərəflər bir-birinə hörmətsizlik edir, aradakı pərdəni qaldırır və bunu nəzərdə tutmuram. Bilirsiniz, söhbət necə münasibətlərdən gedir ki, məsələn, iki şəxsdir, hər birimiz fərqli evlərdə böyüyürük, düzdür? Yəni insan öz ən yaxınları ilə belə, yəni hər zaman konflikt şəraitində yaşayırdı. Uyğunlaşa bilmirik. Və təsəvvür edin ki, iki fərqli evdə böyüyən insan gəlir, başlayır bir münasibətə girir, sonra başlayır bir evdə yaşayır və orada hətta konflikt olmayanda mən şübhəyə düşürəm ki, sanki tərəflərdən biri o zaman nəsə orada bir səmimilik yoxdur. Özünü göstərmirmi? Yəni çox zaman ola bilməz ki, belə olsun. Misal üçün, əgər danışmağı bacarırlarsa, konfliktin az olma ehtimalı nə dərəcədə düzdür? Əlbəttə ki, konflikt, yəni bilirsiniz necə? Məsələn, mən də fərqliyəm, tutaq ki, siz də fərqlisiniz, düzdür? Məsələn, mən fərqliyəm, partnyorun fərqlidir. Danışmağı bacarırıqsa, biz o fərqlilikləri də bizim üçün maraqlıdır əslində. Amma məsələ nədir? Bax, orada gəlir də biz gəlirik işin kulminasiya nöqtəsinə çıxırıq ki, bəli, məsələn, ünsiyyət fərqləri düzdür. Nəyə görə? Məsələn, çünki ilk gün biri ilə tanış olanda biz hamımız özümüzün ən yaxşı formamızdayıq da, hamımız eyni standart şəkildəyik. Sonra get-gedə bax ortaya gəlir bizim fərqliliklərimiz. Məsələn, əlbəttə, çünki hamımız yəni ilk ən gözəl formamızda, ən gözəl geyimlərimizdə, sonra ortaya gəlir bizim arxa fonumuz məsələn. Tutaq ki, ünsiyyət dediniz də, siz düzdür. Belə fikirləşin, dedik ki, biz hərəmiz fərqli evlərdə böyümüşük. Çox bəsit bir nümunə verəcəm. Məsələn, tutaq ki, deyirəm, mən böyümüşəm elə bir evdə ki, orada görürəm ki, anam küsəndə, məsələn, bir problem var, anam küsür. Anam səssiz qalır, gözləyir ki, atam onu başa düşsün və onların evliliyi bu şəkildə gedir də, yəni. Sonra mən deyirəm ki, tamam, demək ki, problem olanda mən küsüm, sakit qalım, qarşıdakı başa düşsün məni. Qarşıdakı da elə bir evdə böyüyüb ki, məsələn, orada da problem olanda ya hamı oturur bir yerdə müzakirəyə gedir, ya da ki, nə bilim, orada səsli küllü şəkildə o deyir ki, mənim problemim var, o birisi deyir ki, gəl mən sənə məsləhət verim. Belə bir ailədən çıxıb. İndi məsələn, fikirləşin, sizin ağlınıza heç vaxt gəlməz ki, məsələn, onun problemi var deyə o məsələn oturub kənarda sakitcə belə boynunu büküb oturub, ağlınıza gəlməz. Siz deyirsiniz ki, problemi olsa gəlib danışardı mənə. O da deyir ki, görəsən nə var ki, bu belə oturub. Eynən. Xüsusən də kişilər, düzdür? Yazıq kişi ümumiyyətlə bunu başa düşmür. Mən onu həmişə deyirəm proqramlarda ki, yəni o kişi başa düşmür də, münəccimlik edə bilmir sizə. Siz bunu elə özünüz deyəsiniz. Baxın elə ən bəsit, hətta kişilər qadınlar arasında yox, elə rəfiqələr arasında belə bu belədir hətta. Yəni fərqli evlərdən gəlmişik, düzdür? Hər zaman bir-birimizi başa düşmürük. Ona görə məsələn bir rəfiqə deyir ki, o çox nə bilim səmimiyyətsizdir və s. dəstək olmadı, amma bəlkə də heç onun ağlında dəstək nədir? Sizi tək qoymaq. Sizin ağlınızdakı dəstək də odur ki, məni gəlsin qucaqlasın. Çox qəribə. Yəni gördüklərimizlə formalaşırıq da biz onda. Eynən. Gördüklərimizlə. Yaxşı, indi bu münasibətlərdə konflikt var. Deyim ki, olmalıdır da. Təbiidir yəni.